universitetlər var da Bakıda. Hamısı da təhsil haqqı ən yüksək səviyyədə. Neçə universitetin yataqxanası var? Hə? Bu tələbə yetim, tələbə yazıq. Bu kira pulunu versin, yemək pulunu versin, dərs oxusun, işləsin, bu neynəsin? Bu nədir? Bizi niyə bu günə salmısınız? Bax, mən buradan Təhsil Nazirindən soruşuram. Və yaxud da o lisenziya verən kimdirsə, Emin müəllim, bax, bu universitetlərdə bir yoxlanış aparmışsınız ki, sənin 18 minlik kontingentin var. 18 minlik kontingentin ən azı 10 mini regionlardan gəlir. Sənin neçə nəfərlik yataqxanan var? Sənin neçə nəfərlik tələbə bufetlərin var? Tələbə gedib orada tələbə biletini göstərib, məsəl üçün də 2 manat simvolik ödəməklə günorta axşam səhər yeməkləri ala bilər. Varmı səndə elə bir şey? Yoxdursa bu tələbələri niyə Bakıya yığıb burada marketlərdə nökər eləyirsiniz tələbələri? Niyə tələbələr baxın ofisiantlıq, marketlik, bu yazıq mən soruşum, deyir ki, deyirəm neçə saat işləyirsən? Deyir məsələn saat 2-dən gəlir axşam 10, deyir dərsi nə vaxt oxuyursan sən? O dərs oxuyan gedir dərsdə də yatır, o 2-yə qədər də yatır. Yəni bu niyə? Çünki kira pulunu verməlidir ayın axırında, işıq pulunu verməlidir, qaz pulunu verməlidir, geyməlidir, yeməlidir. Bu sənin əgər yataqxanan yoxdursa, sənin əgər o tələbəni yedirtməyə, hamısı da pulludur ha, hamısı da pulludur. Heç kim deməsin ki vəsait yoxdur. Hörmətli Abel müəllim İlahiyyat məscidini belə sökdürürdü ki, orada bina tikəcəm. Baş dövlətin ərazisidir axı. Orada 3 dənə hündür mərtəbəli bina tikib. 3 dənə görmüsünüz da. Bakı dövlətin torpağında 3 dənə bina tikdirib 25-26 mərtəbə, neçə mərtəbə 3 dənə. Və onu güya ki dırnaq arası ucuz qiymətə müəllimlərə satıb. Tutaq sağ olsun, müəllimlər alıb. Ucuz da deyildi, vaxtında elə baha da satıb. Yaxşı, sual verirəm Abel müəllimə. Niyə bir dənə də o boyda yataqxana tikdirmədin orada tələbələrə? Simvolik ödənişlə. Məsələn, sizin qızınız magistr oxuyur da indi xaricdə. O tələbə yataqxanasının olması nə qədər yüngüllükdür. Siz bilirsiniz, məsəl üçün 300 avro verirəm, məsəl üçün yatmağı, yeməyi, qalmağı, dərs oxumaq yerləri onun içində. Kitabxanalar yox, tələbələr harada oxusun? Bax, nə qədər bu kofe shoplarda gedib yalandan 5 manat, 6 manat kofe verib orada o şəraitdən istifadə, internetdən, orada nə bilim, adi nə deyir, rozetka deyirlər də, indi o elektrik şeyi yoxdur ki, notebookunu salsın, oxusun. Yəni, bu, belə tələbə yetişdirmirlər, belə universitet saxlamır. Hə, adı statistikaya görə sizə kağızlı tələbələr lazımdırsa bir yaşıl diplom verib o şey vermək, o başqa məsələ. Amma bununla bağlı bir iş görün, bir addım atın. Bu tələbələri əsir yesir eləmək olmaz, tələbələri elmdən iyrəndirmək olmaz, tələbələri nökər qul yerinə qoymaq olmaz axı. Biz buradan dəvələrlə demişik, dövlət universitetləri pulsuz olmalıdır. Dövlət vəsaitinin olmalıdır. İldən ilə amma faiz artır. Niyə qardaş? Niyə qaldırırsan sən? Hanı müəllimdən mi verir? Baxın, mən sizə bir müəllim mənə dedi bu yaxında.